Maşallah bugün yine mən etiketlediğiniz videolara bakacağıq. Bildiğiniz kimi mən etiketlediğiniz videolar serisi həqiqətən də çox sevdim və bu videoya da 3000 like atsanız əgər bunun davamı sürətli bir şəkildə gələcək deyirəm və gedirəm görüm məni nə tipdə videolara etiketləyibsiz. Getdik. Bax bu gün sizdən ümidliyəm. Görən nə şeyə çıxacaq qabağımız. Bəli, birinci ilə başlayaq. 25 dəqiqə əvvəl etiketləyib. Hyperspeed kameraman. Prosta arkadaşım nə əlaqə çatmadı mənə. Bu videonun beni etiketləyən həqiqətən üz ifadəm mənə maraqlıdır. İşte geldim. Hani özledim demiştin ya. Dayanamadım geldim. What the fuck? Xoş gələm edit gəlir. Oh, çok qəşəng edit gəldi. Deyir ki, əminəm hamı bunları yaşayıb eləyib. Görə elə biz də yaşayıb eləmişik. Bir hadisə baş verərkən mən bunu daha əvvəl yaşamışam hissi. Yəni ola bilər. Otağa daxil olursunuz və qəflətən niyə gəldiyinizi unudursunuz. Yəni bunu da yaşamışam. Tam yuxuya gələndə aynı qəflətdən ayağınız boşa çıxır və hardasa yıxılırmısınız. Bunu zaten olmayan yoxdur bu arada. Bunun bilimsel bir açıklaması var idi bu arada. Evrim adı seçmiş deyəsən. Prosto yadına çıxdı oldu. Cibinizdə telefon olmadığı halda onun titrədiyini hiss etmək. Hə, bu da olub bu arada. Saata baxıb dərhal telefonu cibinizə qoymaq, amma saatın neçə olduğunu həll bilmirəm. O bilsən niyə? Saat telefon çıxardırsan cebindən, hə? Prosto saata baxmaq yadından çıxır, sonra təzən qoysun cebə. Şola siz necəsiniz? Siz yazın yorumlara. Aha. Bu nə? Deyən qız deyil. Hə, hamı bir-birinə cavab verir onu da məsəl ki. Oha da 500 dənə like var, 1100 dənə yorum var. Belə yorum kasma hiləsi yoxdur, sən öyle deyirəm. 14 dənə like olan bu videoya sən necə qabağa çıxıb məni etiketləyib səndən, ha? Oy zibil. Qardaşım öz-özünə edit edir. Özü yorum asıb özü bəyənənlər necə hiss edir? Dostu, düşmən də sənə dostu. Yoxdursa pulun vay get gir yeri və arada rəştin şəkli çıxdı gördünüz? Bu yox ha, meymun o. Yorum atıb özü bəyənmək belə pis bir şeydir ki, mən başım çıxmır. Abi bəyənmə butonu çıxırsa orada basa bilərəm. Yəni burada nə problem var? Arxa fon məndən, söz sizdən. Tövbə estağfurullah. Mən deyirəm bəlkə həqiqətən də belə arxa fonu belə qəşə bilən video verir də bizə. Bu nədir? Bu kimdən? Əgər həqiqətən də ilk sevgilinizsiniz və evlənmişsinizsə, sizi həqiqətən təbrik edirəm. Mümkünsüz başarıbsınız bəlkə də. Rolda hər kastığın kupaya görə ağac ək. Əgər bir həqiqətən belə bir şey olsaydı insan Brawl Stars'ı buraxardı böyük ehtimal. Amma mən yox. Orhan. Neredesin Orhan? Bu nədən ha? Uy, bu telefon da ekranı qalır. Mən bir dəfə dəmir yolunu tapdığım telefona oxşuyur. Ət bir almasa C-dir. Elə zərərli şeylər ismir inşallah. Ümumiyyətlə bu enerji tükələr var. Ha, enerji tükələrə gedən yəni boş şeylər yoxdur, sən öyle deyirəm. Başımı buraxın elə şeylər. Adamın danışığına niyə lağa qoyursan ki, mənim başım çıxmır? Yəni sənin danışığına o lağa qoysan xoşuma gələrdi. Belə duyar qasırmışam. Hə, gəldi də qardaşım. Sən əlindən qalmağa davam edirəm. Mən sən videoma baxmayacağam. Bizim evin güvəni. Skalım var. Oğrusa var. Limon var orada. Limon nədir? Sarı olan hər şey çox tatlıdır. Necədir sən al. O neydi ha? O neydi? Ayzı Death Note. İsimləri alayım seybilə. Xahiş edirəm ora Fərəz adını yazma. Çox xahiş edirəm. Bu nədir lan? Ne yiyir? O nə qədər cross qalır ya. Nə cross qalır tam olaraq? Ha, maşın şeydir. Maşın kapotu bizdə nə deyirlər buna? Qaşı oldu ya bu arada. Bayağı qaşı oldu mu? Parıl deyir. Salam bebe. Ay canım. Ne kadardı bu? 3 manatından da. 3 manat. 3 manat, tamam. İkisini olar ben götürürsen. Ha? İkisini alsam olar. İkisini alabilirim. Ha niye bilmezsin güzel? Evet. Ben de güzel, güzel. Sana güzü keserim. Allah sana kömək olsun. Gel bebe. Allah sana kömək olsun. Güzel. Allah razı Bunu olsun. sen hediye veririm. Ha? Sen hediye veririm. Bir şey yok güzel bala. Sağ ol bebe, görüşelim. Bir sana Allah'a emanet. bunu rüya. Sağ ol. Yo kalsın, rahat olmayın. Sağ ol man. Sağ ol bebe, görüşelim. Valla çox pozitiv bir, qəşəng bir videodur. Ancaq şey, bu videonu nə bilim, belə çəkib sosial mediada paylaşmaq nə bilim, xalanı utandıracaq bir şeydir ya da xalanı tanışdırana. Bilmədim, ikiləmdə qaldım. Bu elədiyi çox yaxşı bir şeydir bu arada, ona heç nə demirəm. Sadəcə bunu çəkib paylaşmağı nə bilim. Belə bir mahnı varmış ha. Bu videoda çox oğlandı, yoxsa qızdı. Most iconic interview of her. Göz götürənəm mən, baxımlıyam. Ona görə şeytanlar mənim ətrafımda çox fırlanır. Həmişə həyatım. Valla siz belə şeyləri mən etiketləyəndə həqiqətən də nə fikir siz etiketləyirsiniz? Yəni videoda necə reaksiya verməm gözləyirsiniz belə videoda? Həqiqətən mənə çox maraqlıdır da yəni. Ət bir. Ala bu mahnı çox qəşəngdir vaxtında sən öldürəndə yəni. Bu arada küləhləyən dostlarınızı göndərin bu videonu. İnşallah mən bu videonu rəşdə göndərəcəm bəs şərtdən gələndən sonra. Mən niyə it etdin etiketləyirsən mən başıma? O Red Bullsa bəndə Coca-Cola'yam kasmasın yəni.
Videodan bir şey başa düşən olsa xahiş edirəm mən başlanmasın. Okay. General %65 mi? Bir şey başa düşmədim. Ay Musi. Bunu tanıyorum bu arada. Mənim arkadaşımda var. Bəli, bir şey sizə başlayalım bu arada uşaqlar. Oyunda oyunçuluğu yüksək kupa olmaq göstərmir. Karakterlərin hamısını tək hesablaşmada sonradan da 2000 kupa eləyə bilərsən. Bu sənin oyunçu olduğun mənasına gəlmir. Bunu deyim də, yəni başa düşürsən. Birin 200.000 kupası var sadəcə, o mükəmməl oynayır demək deyil. Bu nə la? Nə var la? Hətta bu qədər zövq alsan başqa nə istəyirəm sən öldürəm. Necə istəsəniz, tam sən. Yerə düşəcək ya. Axmağım biri axmaq. Ay orada iPhone 17 qutu açılış eləyirlər. Sən öldürəm ya. Oy zibil. O telefon var ha. Bir dənə zırxma 17-nin pulu da sən öldürəm. Qılbalıya baxmağa ehtiyac yox. Salih və Nigar əl-ələ tutuşub gəzirdilər. Qarşıdan gələn pullu qaqaşı görən kimi Nigar Salihi tərk edib getdi. Qaqaşa yaxınlaşıb tanış olmaq istədi. Daha çox pulu olan qaqaş görüb bu yetimi də atıb getdi. Mənə lazım deyil nə sevgin. Bəzi qızlar inanın düşər. İndi də qarşıdan bizim Rasim gəlirdi. Aha Rasim. Rasim. Nigar heç yaxşı qız deyildi. Rasimə yaxınlaşıb tanış olmaq istədi, amma Rasim evli idi. Bu da Rasimin hamilə yoldaşı. Qəşəng. Eşq olsun Rasimə. Abunə olun. Uşaqlar Rasimə görə abunə olun kanala tez. Dam dam darıdam, dam dam darıdam, darıdam. Hey! Ofelia ailəsi 100 qramlıq əsnad, o balaca möcüzə, 7 bəla Məryəm, hər dərdimizə çarə. Rabiyə gülüşü ilə dünyanı bəzəyir, mehriban Ofelia qəlbi sevgi ilə döyünür. Qarnında Zeyidlə, Şako əmi ilə birgə, biz böyük bir ailəyik, Ofelia ailəsi. Abi onu başa düşdüm. Ofelia ailəsi. Sadəcə burada Ofelia ailəsinin şəkilləri olmalı deyildi. Biz nə əlaqə? Bəs harda itə oxşar şəkil var, onu qoyurlar hər dəfəsində belə editlərə. Durmak yasak, yürümek yasak, zıplamak yasak, düşünmek yasak, konuşmak yasak, dururken düşünmek yasak, yürürken. Rəqsanə müəllimi dərsində biz. Bu arada sizə bir dənə söz deyim. Naşıqla qulağısında böyle ihtimal fərqli eləyəcəkdir bunu. Səs bir tərəfdən gəlir, bir tərəfdən gəlmir. İşte burada olmaz. Neynirsən sən? Nə oldu? Neynirsən? Xəstəsən, toxunma mənə. Evlənməmiş olmaz xəst. Mən sənin bildiyin oğlanlardan deyiləm. Ciddi düşünürsənsə biz belə eləyə bilmərik. Dölüdür. Bu da İslam. Söylen tanımadım. Bu sefer söylen tanımadım. Yakaladınız beni. Baba 3 dəfə 4 dəfə İslam videosunu etiketti. Ben buna var bir dənə. Onların bir şey yok, onların bir şey. Ataya bak. Ferhat gör bunu. Herkesin en sevdiği TikTokçuyu etiketlesin, cevap vermezse ben vereceğim. Ben TikTokçu dedim, ona göre etiketlerim, cevap vermem. Rəhmanın videosu. Fərəc düz 2 saatdır mənə yazır. Mənə nə yazsan? Mənə aşk şeirizad mı yazsan? Mənə təklif Bak bunun üstündə qədər keçib. Oha, nə yapır çəkilib o? Olta keçib üstündən. Oha, bax nə tez keçib. Anam acımda qoyduğu stat. Bir video haqqında bu qədər real ola bilməz. Allah deyirəm yəni. 8K eritdi, nədir bu? Zor de, sən öldürəm. Böyle səslə 8 deydi, belə qulağımın içində fırlanır belə. Elci olmayardı, məsələn bizim yaxınlarımızdan biri olardı, ya da sən özün olardı, ya da nə bilim sevdiyin biri olardı, sənin uşağın olardı. Yəni, bu söhbət üstündən prim kasmağa çalışan insanlar var. Nə bilim Elcünün bədəni Telegram səhifəmizdə gedin oraya abunə olun, ya da bu linkə basın, linkdən gedin kanalımıza abunə olun. Millət orada cayına əlləşir, onun ailəsinə fişləşir. Yəni sizin fişləşdirsiniz bax, yəni ancaq məqsədiniz odur ki, abunə qazanmaq, like qazanmaq, şərh qazanmaq. Hətta var ha, bəziləri gəlib videonun altına şey yazmışlar, mən sən də bundan prim kasırsan, bu söhbətdən prim kasırsan, sənin dəxlisi var ki, sən bu haqqda video çəkirsən kimi şeylər yazmışlar. Abi bir insan nə qədər axmaq ola bilər? Yəni bir insan nə qədər axmaq ola bilər? Mənim hər çəkdiyim videonu prim üçün çəkdiyimi fişləşirsiniz. Orada danışdığım şeylərdən zaten mən sarı dollar yemişim. O videodan pul qazanmırdım mən. Siz bunu bilirsinizmi? Yəni oraya qədər çatır mı sizdə? Bilmirəm. Sizin o sevdiyiniz şeylər var, YouTuberlar var. Deyirsiniz o səndən zordur, o səndən qəşəngdir. Heç biri məndən maraqlı deyil. Hamısı məndən zor ola bilər, heç maraqlı da deyil. Amma arada bir keçsinlər, belə bir temalar olanda səs çıxarsınlar. Başa düşürsən? Çıxartmırlar, heç biri çıxartmırlar. Bu sefer fərqli bir qızın videosu etiketli və siz təbii ki, bilərlər var deyəsən. Ay zibil gəldi. Qaqaşa bilən tema olmalıdır, FC'dən. Zumuraya temanın üstüne. Top Min Socks of Azərbaycan. Bir şey başa düşmürəm, azı deyəsən mahnının Azərbaycazı deyil. Natura göyçə. O nə? Oha da nə? Ağzım sulandı, zibilə qalsın. Bəsirində alayım, çıxmayayım hələ. Mən satırlar bizim şeydən mağazalarda falan. Düz bu boydadır, bax hələ. Görsən biri. Gəlib o məktəbdə, mənim adım Cünnaz deyil.
Mən sənə keçən il dedim ki, mənim balalarımdan uzaq dur. Video sarır ya bu arada. Niye bilmirəm, ancaq hipnotiz oldum da video baxanda. Oha, buna bax elə, hamısı eyni qızın videolarını ekletləyəm bu maraqla. Bu video maraqlıymış. Bu arada qız var ha. Yox sən öldür. Nə? Qayrət biri deyəcək. Allah, inşallah bu video bu qədər. Ümumən sevdiyiniz bir video olmuşdu. Daha çox etiketlədiyiniz videolara baxmamı istəyirsiniz, bu videoya like atmağı unutmayın. Gəzək videoda görüşmək üzere. Sağ olun.